Bu birisi nəyə bənzəyir? Elə bil kimdənsə adresi soruşuram mən, haransı adresin. Bəli, O da mənə düzgün adresi deyir. deyir. Və mən də bildim o adres oradadır. Bəli. Amma mənim bilməyim mənim o adresə gedib çatmağıma zəmanət vermir ki. Vermir. Mən hərəkətə Bəli, hərəkətə gəlməliyəm. bəli, bəli. Bir dəqiqə Anar müəllim, bir məsələyə, çox vacib bir məsələyə toxundunuz. Demək, siz dediniz ki, milli mənəvi dəyərlər milləti birləşdirən amillərdir. Bəli. Yaxşı. Bu tezisdən yola çıxıb deyə bilərəmmi ki, millət arasında, xalq arasında təfriqə salmağa çalışan, Bəli. sözü ilə, fikri ilə konflikt yaratmağa çalışan insanlar Azərbaycanın milli mənəvi dəyərlərinə zidd gedən adamlardır? Onlar həm Azərbaycan milli mənəviyyətinə zidd gedən adamlardır, həm də bəlkə də kimlərsə zəngin hesab etmiş olsalar da özlərini bu fikirləri ilə mənəvi olaraq kasıbdırlar. Və Azərbaycanı, həm Azərbaycanı, ölkəni, vətəni, mənəviyyatı zəngin insanlar həmişə xilas edir. Bəli. Mənəviyyatı zəngin. Baxın, bu kasıblığa və fəqirliyə görə, zənginliyə görə dəyişmir. Bəli. Çox zəngin insanlar var ki, vətən müharibəsində də Azərbaycanda sözün əsl mənasına arxa cəbhədə ordumuza dəstək oldu.